Herkese salam. Yeni vlog başlayıram ve burada bıldırcın yumurtalarımla səhər yeməyimi eləyəcəm. Burada da rayondan getirib mamam pomidorları belə lavaşla yiyəcəm. Ondan sonra isə gedəcəm Könüşlə görüşəcəm. Bugün Könülün ad gününü qeyd edirik. Düzü Könülün ad günü avqust ayıydı, amma alınmadı görüşmək. İndi qeyd eləyəcəyik. Belə bir zavtrakım var. Bu arada bu Könüşün hədiyəsidir. Mən və Sabina bir yerdə almışıq. Yəni ikimizin adına hədiyədir. Çox qəşəng dünən upakovka tapdım. Daha doğrusu belə bir klok hədiyyəlik. Və saat 10'dur. Saat 12'də görüşməliyik. Mən də gedim tez-tez hazırlaşım ki, gecikməyim. Hədiyyəni isə nə almışıq, necə bir hədiyyədir, Könülə təqdim eləyəndə orada həm onun reaksiyasını çəkəcəm, həm də ki sizlərə göstərəcəm nə hədiyyə eləyirik. Mən gedim tez-tez hazırlaşım, bunu bura qoyum hələlik və gedim hazırlaşım. Temudan sifariş elədiyim bu zakolkanı saçıma taxdım, qəşəng görsənir. Lukum da budur, koftam, sepim, şalvarım. Çantam bu arada Temudandır. Belə. Mən çatdım 28'ə, Könülü gözləyirəm. Könüş gəldi, gedirik Crescent Mall'a. Könüş, izləyicilərimə salam deyim. Herkese salam. Allah koysa inşallah Könülün səsini eşitdinizsə. Çok yavaş danışdın. Nalımıza öyrəşmişəm, bəlkə danışdım. Bir de deyirəm, herkese salam. Səbin kanalımıza hoş gelmişsiniz. Bu artık bizim kanalımızda. Neçə ildir biz vlog çəkirik bir yerdə. Və hər dəfə də ancaq ad gündə görüşürük. Allah haqqı. Bura qəşəngdir. Burada qışda gələrik. Qışda. Qıngəl yemi. İşte geldik Crescent Mall'a. Durduruyor dile izleyicilerim de eşitsin. Yaş. Bilirsiniz ne oldu? Deməli mən Crescent Mall deyəndə bir tane xarici bir səbiyyətlə keçib mənə tərcümlə baxır. Məncə intonasiyanı düzgün demə. Neyse. O kadar karar verdik ki ahırda hiç ağlımıza gelmedi ki bura gelirik. Etilere geldik Crescent Mall'daki. Yine ben Crescent Mall qəribə deyirəm. Neyse bura geldik. Deməli Könülün hədiyəsini verirəm. Könülə təbrik edirəm. Sabina mənim adımadır. İnşallah beğenirsin. Baxmamış bilmiyorum, çok fazla yeter. Bir dokuram. Hadi inşallah mahnı eləməzlər. Neyi? Silərlər. Hissetmiştim ki bir şeydi, logosu olacak. Bir de öyle orada sen dedin ki bilmiyorum diyeceğim. Ay çok geçendi tabii. Ben çok beğendim. Geçendi ha. Dilim doğrudan çok beğendim. Sen yerine karar ver. Sağ olun. Çöreğimiz geldi. Deməli Könüşün hədiyəsi. Deməli səhər yeməyimiz gəldi. Belə bir səhər yeməyidir. Uzun zamandan sonra yaxşı ki artıq vlogu montaj eləyirəm. Həm özümü yaxşı hiss eləmirdim, həm mental olaraq yaxşı değildim. Ona görə də heç əlim gəlmirdi vlog paylaşmağa. Amma onu da qeyd edeyim ki, doğrudan darıxmışdım sizlərə vlogu paylaşıb belə montaj edib çəkib atmağa. Həmin günümüz çox gözəl keçmişdi, maraqlı idi. Yeməyimizi yedik, oturduq, danışdıq, dedik, güldük, şəkillər çəkdik. Ondan sonra çıxdıq, gəzdik. Mən heç evdə oturmağı sevən biri deyiləm. Yəni uzun müddət evdə otursam mən depressiyaya düşərəm. Ona görə hər zaman fürsət olduqca rəfiqələrimlə görüşürəm. Ya da ki məsələn çıxıram, sadəcə qulağıma naushnik taxıram və gəzirəm. Yəni mən öz azadlığıma çox düşkün bir insanam və ona görə də belə. Könüşün qolbağı. Burada çox qəşəng görsənir. Rəngi fiyoletodur. Bu da mənim aksesuarlarım. Hər zaman taxdığım aksesuarlar. Bilsək burada gələ bilərdi. Burada da qəşəngdir.
da burada, Kotomaniyada burada olmuşam. Şimdi gedirik mağazaları gəzməyə. Ayda, Alda'da buna baxın necə gözəldir. Sırqalar, piercing falan tapırsızsa 49 manata süperdir da. Sonra belə bir qolbaqlar falan var. Belə üzük. Bu da qəşəngdir. Qiyməti da 49 manatadır. Wow. Buna bayıldım. Çok güzeldi. Mangodur. Bu da 49 manat. Wow. Ayda bu çok kaliteli görsənir. Ama balacadır. Könül belə yekəsidir. Biraz mənə bir dənə fərqinə baxın. Hansı sizcə? Mən bunu bəyəndim. Ama Seçirsiz yorumlarda. Bence bu ama bu renk de şeydi. Sadece bu elimde çok kalsa batacak bence. Yo, bu da qəşəng. Bu baqatı görsənir. Ama mən bunu daha çok bəyəndim. Süperdir. Qiymətinə gəl. Qiymət Kıymeti 30 30. şey yok. Başkası yok bence başka renk yok. Aa seviyorum. Ayda. Instagram'da paylaştım seçilmesinden bunu. Hə? Güzel yani. Instagramda çok ayda. Bu da çok qəşəngdir. Süperdir Könül. İkisi arasında hansını alsın? Hansını alsın? Ayda. Bu balacadır. Balaca. Yo. Bunlar çok qəşəngdir. Qəşəng. Ay buna baxın, super. Makyaj çantası da deyəsin qiyməti 29 manat, super diye. Baxın bunu insini Könül bəyəndi, qəşəng insi var. Benim önce izah edeyim. Ayda mən bunu çok bəyəndim. Çok qəşəngdir. Testerdir. Tester deyib hamısını narahat olma qızıl rəngi getmir. Testerdir deyib şeydir. Bu da geçendi. Baxın. No 2. Tester deyib vururuq üzərimizə iyiləri. Baxın belə da işi. Mağazalarda gəzdikdən sonra oturduq, biraz dedik nəsə sərinləşdirici bir şey içək. Hərəmizə sok sifariş elədik. Mən alma sokunu götürdüm. Alma sokunu ümumiyyətlə çox bəyənirəm. Könül isə portağal sokunu seçdi özü üçün. Aslan mənə də qeyd edəyək. Neyse çıxdıq indi Crescent Mall'dan. Haradasın Könül? Buradayım. Ha? Yok. Kim neydi? Gidin kim? Oydu. Gemi gedir. Dubai'daki gemi yadıma düştü. Çok güzel idi orada gemi gezintisi. Yaxta tur. Orada da gitmeye lazımdı bir gün. Ay demine göre sen gemiye. Siz de minek. Gidi baha göre. Gidelim. Biz qaydırıq. Mamacan nə qəşəng bəzəndiribdir. Buna baxın, yanında da Pekin Çin restoranı. Yollar da çox rahatsızdır, amma adamlar azdır deyə. Mən işdən çıxanda arada gəlirəm, gəzirəm. Burada adamlar çox olur. Deməli belə buzlar götürdük. Bravo supermarketindən. Fanta'nın bu növü və bu buz o qədər ləzzətlidir ki, həm ucuz, həm də kaliteli, keyfiyyətli. Mən bu ikilinin dadını çox bəyənirəm. Düz artıq havalar soyubdu, artıq vaxtı keçib. Ya, bu şirindir. Yumuşaq. Çox qəşəngdir. Yemək qabı, Stitch. 9 manata. Böyle bir şey de var. Qəşəngdir. Powerpuff Girls. Baxırdım uşaq vaxtı. Mən çox sevirdim bu musiqi. Bu da qəşəngdir Könül. Bu nədir? Bu altında şeydə podstavkası da var. Böyle bir şey de var. Panda da var. Ne qəşəngdir mənim müziklərim. Herkese salam, yeni vlog başlayıram. Səfiri ilə görüşə gəldim. Və indi gedirəm biraz yemək yiyeyim, sonra da işə gedim. Marketdən özümə yemək aldım, işlərimi həll elədim. Qalxım yeməyimi yiyeyim, sonra da gedim işə. Ümid edirəm iş yoldaşlarım bunu görməz.
Deməli, bütün sənədlərimi hazırlamışdım və İtaliya səfirliyinə 23 sentyabrda görüş təyin olmuşdu və o görüşə getdim. Ondan sonra çıxdım, belə yemək yedim, çox acımışdım. Saat 10-un yarısı görüş təyin olmuşdu. Mən daha tez getdim. Hətta deyərdim ki, işimi də tez həll elədim, çünki növbə götürürdünüz və sizi növbəli şəkildə qəbul edirdilər. Biraz həyecanlı idim, amma sənədlərimi yoxladılar. Dedilər ki, hər şey qaydasındadır. Sonra getdim səfirliyə 66 azın yenə orada ödəniş elədim. Yəni bu rezum ödənişidir, hər bir səfirlikdə olur. Ümumiyyətlə səfirliyə necə bir sənədlər yığmaq lazımdır, hansı qaydada yığmaq lazımdır, nə etmək lazımdır və s. Əgər siz də Avropa ölkəsinə Schengen vizasını almaq istəyirsinizsə, mütləq bir şəkildə mənə rəylərdə bildirin. Sizlər üçün belə bir video ətraflı çəkib paylaşarım. Keçən dəfəki vlogda sizlərə qeyd eləmişdim ki, ətraflı sizə danışacağım. İlk öncə bir başqa tura müraciət eləmişdim və o turdan inanırsınız ağlayaraq çıxmışdım. Çünki pul ödəmişdim, mənə heç bir viza dəstəyi olmadı. Çoxdan da yəni hardasa avqust ayından mən ödəniş eləmişəm və mənə səfirliyə yer götürülmürdü və mən də çox artıq əsəbləşirdim ki, sentyabr ayıdır, mən getmək istəyirəm yaxın zamanlarda. Nəyə görə mənə səfirlikdən yer götürmürlər və ona görə də mən o tur şirkətinə şikayətimi bildirdim və ondan sonra pulumu alıb çıxdım. Hansı tur şirkətindən söz gedir, onu sizlərə bilmirəm qeyd edeyim ya yox və ətraflı danışacağım mütləq sizlərə. Amma bu videoda artıq yəni indi gördüyünüz kimi rəfiqəmlə görüşürəm və özümə görüşmədən əvvəl belə bir diş pastalarını aldım. İnşallah ki, mənə müsbət rəy gəlsə, özümə qabaqcadan hazırlıqlar eləyirəm. Diş pastası almışam. Belə bir tuş aldım ki, orada işlədim mütləq. Yəni Avropa ölkəsində. Burada da sizlərə artıq çəkirəm, paylaşıram qiymətini. Rəfiqəmin ad günü üçün görüşmüşdük. Rəfiqəmə hədiyyə almışam. Belə hədiyyələr. İki bəyənir. Kim mənim ıslaq? Kim ıslaq kısmına baxacaq? Islaq neydi? Bunu da şeydim. Nasıl qəşəngdir ya? Это закладка, слушай, идеальный. Zakladka. Kitap sevirsən diye. А это вообще идеально, я не знала, что такое существует. Da. İstədim hamısına ayrı-ayrı упаковкалıyım. Belə yox. Просто dedim ki, stitchlər görsənsin, что это. Это спицы. Семья никогда не бросает Da. и не забывает. Biz ailəyiz birbirimize nə olsa da şeylə. Mən Roxana bunu bəyəndim. Sən hamısını bəyəndin? Ohana. Ohana. Bu şekilde. Daha koyacaqsan. İşte kalem kabım yok. Ne yaxşı görsən. Kalemlerimi fırladılar. Düşünürdüm mən bunu. Senin kalemlerin. Düşünürdüm nə rengi götürüm. Sonra dedim ki, onsuz da stitch göydü. Məncə göy Я, beğenəcəksən. кстати, да, я розовый стич не люблю. Da. Да. Это я kimse koymak için, например, кофе tutmayalı. Mühənnəsli şey də qoymaq olar. Vatni disklərini, göz şeylərini, qulaq çöpünü falan. Mühənnəsli qoya bilərsən. Я подумала, что мне надо будет еще olur. Это была рядом. Da. Расческа. Da. Stitch'i. Bunu dedim, en çok da düşündüm ki bunu beğeneceksin. Seni içine bürümüşüm. Beni hiç unutma. Сколько же Ha? 15 Pro. Da. Sen benden nasıl telefon şeyini sorturdun, buna göre sordum. Da. Bu şeyin daha yaraştı. Da, beğendim. Sağlıklı yani, sağlıklı. Sağ ol. Bak. Tamam mı? Это Да, супер. Ben şeyini almıştım. Zveropolis'in, yani Doşan'ın şeyini. Ama
Это что? Это спирт? Spirt qabıdan. Çok qəşəngdir. Çok biraz işe koyarım. Hə. İşte spirtimi fırıyla tapabilirim. Bunu bilirsek, bunu hiç ben fırlatmayacağım. Seni Sabine öldü. Sabine söz koy fırladan. Qəşəngdir. Çok sağ ol. İyi bir yol açısın. Ha, R'da. Eli hazır idi belə. Bu hərflərlə şey eləmək olurdu, zakaz eləmək olurdu. Görən kimi dedim R mütləq. Qəşəng qalmışsın. Sağ ol, Fəridə. Xoş günlərdə istifadə eləmişsin. Düz və pis çıxıb video çəkirəm. Onu bitirirəm prostana görə. Qəşəngdir. Taxıram elə. Bayaq keçəndə kloku biraz şey elədilər. Cızdı yolda keçən kimsə. Ha ya, öyle bir şeyim var. Yanında da sırniklər sifariş eləmişik. Çox qəşəngdir. Mahnı da kakras. Sperva razı bir problem. Ben bir şeyimi mayomu geri qaytarmaqla universitetə başlayım. Geldim bravo süpermarkete. Həqiqətən də çox bəyəndim. Mənim bişirdiyim həqiqətən. Çörək götürürüm evə. Yəqin ki bunu götürürüm. Toyuq götürürüm. Ayrı-ayrı almaqdansa elə öncə bir dənə bundan götürmək daha sərfəlidir. Yumurta mütləq qiyməti 3.55-dir, 15 ədəd bir bağlamada. Yaxşıdır məncə. Yulaf götürəndə həmişə bişməz vaxtına baxıram. Burada məsələn 15 dəqiqə yazılıb. Bu 5 dəqiqədir. Ona görə mən burada da 5 dəqiqədir. Ya bundan götürəcəm, ya bundan. Bəlkə elə bunu götürdüm. Elə bunu götürəyim. Əslində bundan istəyir ürək. Amma neysə, yulaf alır.